Salam, hər vaxtınız xeyirli olsun. Bizim bir pasiyentimiz var. Çəkisi var, ancaq özü o qədər şirin bir xanımdır ki, deməli, təzyiqdən əziyyət çəkirdi, yanaşı olaraq şəkərli diabet idi. Çox yüksək bir təzyiqiniz vardı, eləmi? Evet. Hə. Biz sizin üzünüzü göstərməyəcəyik, narahat olmayın. Amma istəyərdik ki, bizim 5-ci azonumuzdur, qan yuma və azonoterapiya prosedurumuzdur. Necə hiss edirsiniz özünüzü? Çok güzel. Necə gözəl. Maşallah. Aha. Hele bir yenilenip, ruh yenilenip adamdı. Aha. Böyle Və çok şəkərinizin pozitif səviyyəsi olmuşam, necədir? Çok böyle aktif olmuşam. Gelişim mesela düzelip. Hele bir ki ayaklarımın şişi çok idi. Şişi yoktu demək olar. Maşallah, əlhəmdülillah. Şişimiz yoktu. Və şeker iğnesini bir haftada yere koymuşam. Qəti. Yəni şəkər Qəti vurmursunuz. insülini Aha, şəkər vurmuram. normadadır deyə vurmursunuz. Hə, Bəs təzyiq? Daha normadan aşağı düşüb. Dajı həddən Ben çok aşağı düşüb. gözəl. Yani. Bəs təzyiq Təzyiqim de düşüb ağlı başladı. Dünya burada kızlar üçtü. Çok güzel. maşallah. Razısınız bizdən. Çok. Allah Lap yaxşı. can sağlığı versin sizə. Can. Çok sağ olun. Siz sağ olun ki, bizə inanıb güvənib Çok gəlmisiniz. sağ olun. Oldu. Allah əmanət olun. Çalışın, hər zaman sağlığınıza diqqət eləyin. Sağ olun, Allah əmanət olun.